Herkese salam dostlar, Yabul Dabul kanalına xoş gəlmişsiniz. Bu günlər sizinlə Çanqan Ninja'ya daha yaxından baxacağıq. Getdik. Avtomobil zavoddan iki cür versiyada təchiz olunub. Biri yalnız daxili yanma mühərriki ilə, digəri isə qoşula bilən hibridlə. Bu halda isə qoşula bilən hibriddir. Yalnız daxili yanma mühərriki olan versiya 1.5 litrlik turbo mühərriklə təchiz olunubdur. 188 at gücü hasil edər. Ön təkərlər ötürücüdür. Yəni o Blue Core motordur Çanqanın 259 saat 5500 dəqiqədə, obrot minutu işləyən motordur. Yəni bu Blue Core rekorddur. Rekord Guinness-ə düşübdür. Bizdə isə plug-in hibriddir, yəni qoşula bilən hibriddir. Bu versiyada isə atmosfer mühərrikdir. Yəni 1.5 litrlikdə əsasən bu generator rolunu oynayır. Ancaq yəni necə deyim, avtomobilin ötürücü rolunu oynaya bilər. O 98 at gücü hasil edir. Elektrik motoru isə 215 at gücü. Çox elə bilir 215 at gücü ümumi bir yerdədir, halbuki yoxdur. Yalnız elektrik motor 215 at gücüdür. Yəni bu da ona 7.4 saniyə 100-ə sürətləndirmə verir. Avtomobilimizin qabaritləri isə buralarda bir yerdə göstəriləcəkdir. Avtomobil tam dolu batareyası, tam dolu elektrik batareyası ilə 1100 km qət edə bilər. Yəni 125 km yalnız elektriklə, 1105 km isə benzin mühərriklə. Çanqan avtomobilinin ön hissəsində Uni seriyalı barmaqlıqdan istifadə edibdir. Yəni bu avtomobil Oşan Z6 və Uni seriyalı avtomobillərin qarşılığıdır. Əslində bu Kuza Oşan Z6 Kuzasıdır. Çanqan bunu təkmilləşdirib Uni Z edibdir. Deməli, yan işıqlar da ona bir gözəl bir görünüş verir. Gördüyümüz kimi onlarda animasiya da var. Yəni dönmə işıqları və ya xəbərdarlıq təhlükə işıqları yandırıldıqda belə bir animasiya baş verir gördüyümüz kimi. Keçək yan hissəyə. Avtomobilin yan hissəsi. Gördüyümüz kimi qapının aşağısında belə bir detal var. Xrom rəngə boyanıbdır. Yəni hansısa bir maneə, səkiyə da dəyəndə cızılmayacaqdır. Yəni onu deyə bilərəm, olubdur, elə bir hal cızılmır. Bir də ki, deməli bizdə qapıda belə bir gözəl əyrilər var. Bunlar da çox gözəl bir görünüş verir avtomobilə. Yəni avtomobilə özünün, necə deyim, özünə malik bir görünüşü var, təkrarlanmayan. Disklərimiz gördüyünüz kimi bizdə restyling versiyadır. Ona görə disklər belə görünür. Bunlar 20'liklərdir. Doğru restyling desə 19'luk disklərdir. Onlar belə görünür. Deməli avtomobilin top komplektasiyada güzgülərdə burada kamera olur. 540 dərəcəlik kamera görüntüsü və digər tərəfdən indi göstərəcəm Face ID kamerası olur. Face ID kamerası da ki, yəni açarsız, giriş və s. işlətməkdən ötürüdür. Ancaq açıq danışsaq bu bizim ölkədə işləmir. Tərcüməsi lazımdır yaxşı və yaxud da ki Kitay akkauntu, yəni belə deyim də. Yoxsa işləməyəcək o. Yəni yoxlamışıq, işləmir. Avtomobilin arxa hissəsinə keçiddə belə bir görünüş var, çox qəşəng görünür. Deməli, arxa tərəfdə də stoplarımızda animasiya var, yəni dönmə xəbərdarlığı və yaxud təhlükə xəbərdarlığı işıqlarını yandırdıqda yəni animasiya baş verir. Bagaj isə orada biraz bardaqda durursan, tam açmayacağam. Yəni işlək vəziyyətdə, belə deyək də, boşaltmamışam. Yəni özünüz görəsiniz ki, kənddə bagajımız
Yəni belə bir vəziyyətdə 638 litrdir. Sidin yanlar qatdalıqda isə 1425 litrə qədər çoxalır, yəni yekə baqajına malikdir. Yəni sonra qolun arası qaldıqda, yəni necə deyim, qoymur. Bütün, yəni bir çox maşında var bu funksiya. Sonra ayrı bir də bir də onu deyə bilərəm ki, sizə davoçiklər var, yəni baqaj örtlərindən sonra özünü çəkir. Bir də ki, deməli bu qluşitellər gördüyümüz çox qəşəng görünür, ancaq bunlar həqiqi deyil. Bunlar yəni patrubkalardır, bəzək üçün qoyulubdur. Yəni bunlar həqiqi deyil, həqiqisini göstərəcəm sizə. Yəni belə bir görünüşə malikdir. Həqiqətdə əslində bir dənədir. Yəni belə deyil heç. Bir də deməli burada Kitay dilində nəsə yazılıb, bir də burada Unize, nömrə falan. Böyle bir şey. Bir də spoilerdə burada işıq var. O deməli əyləncə basanda yanır. Bir də aşağıda belə bir dumanlı işığımız var. Onu da sizə digər shortsda da göstərəcəm. Abunə olun ki, yəni görəsiniz ki, necə yandırmaq lazımdır. Çox onu soruşur. Mən də özüm də öyrənmişəm, deyəcəm sizə. Avtomobilin salonuna keçək. Salonda Çangan eko dəri istifadə edibdir. Yəni eko kojadır bu. Sadəcə yəni belə bir necə deyim, Sony Intellect-dən köməyi də var, assistant da var. Panoramik bir lüku var. İndi göstərəcəm sizə. Yəni hər şey belə idarə olunmalıdır. Ekranın 14.6 düymlükdür. Şoferin ekranı isə 10.2 düymlükdür, təxmini də 10 düym demək olar. Barzosokumuz da belə yekədir, yəni elə də balaca deyil. Palokotnik var. İndi gəlin sizə hər şeyi daha göstəreyim. Salon gördüyünüz kimi yəni göstərirəm də, yəni çox rahatdır, yəni balaca deyil də. Şoferin sideniyası 8 idarə olunandır. Yəni qabağa, arxaya, yuxarı, aşağı. Bir də bu spinkanı oynatmaqdır. Bir də qabaritləri tərpətməkdir. Bizdə isə ancaq qabağa, arxaya, bir də spinkadır da, yəni. Belədir də. Ekranımız dediyim kimi 14.6 düym, o isə 10 düymdə təxmini götürsək. Elektrokakopödür. Bizdə bir də deməli pastakanliklər, açar var bizdə. Gördüyünüz kimi burada işıq var, 12 wattlıq zaryadka, flash kart kimi də istifadə edə bilərsiniz. Sonra bir də ki zaryadka kimi də istifadə edə bilərsiniz. Barzosok genişdir, içində 5 var. İndi sadəcə açmıram. Deməli panoramik lukda gördüyünüz kimi var. O açıla bilir, yəni göstərə bilərəm. Bir dənə funksiyanı bu videoda göstərəcəm sizə. Bu düyməyə basmaqla deməli bunu qaldıra bilərsiniz. Yəni çoxu bilmir onu. Düzünə basanda sadəcə belə açılır. Onu bağlamaq da belədir, asandır, sadədir. Bir də onu deyim ki, güzgülər də var. Burada hər tərəfdə güzgü var, burada var. Digər tərəfdə də var. Çox elə bir, necə deyim, yoxdur. İşığı yoxdur. Mənfi cəhətlərdən biri. Burada işıq yoxdur, yəni işıqsızdır. Bir də ki, kamera var. Salonun özünün içində də, daxilində də kamera var, gördüyümüz kimi. Onu buradan aktivləşdirmək, onu yəni yandırmaq olur, özünə baxmaq olur. Deməli, buradadır o da. O salon işığına buradan baxmaq olur. Gözün qapını örtüm sizə göstərim. Çöldə səs çoxdur. Bəli, buradadır. Cloud A-yə keçirik. Ay, yox, səhv keçsin. Əlim dəydi, üzrlü sayın. Deməli, Cloud A-yə keçirik. Cloud A-yə keçəndə burada göstərir hər şeyi. Yəni, aydın göstərir. Burada indi qarşısına keçənlərdir. Bir də ki, içəri salona baxmaq olur. Salona baxmaq üçün isə burada belə döngər işığı var. Yəni, buna basırız, özünü görünür. Buradadır kamera. Belə bir şeydir də, yəni maraqlı bir şeydir. Qarşı tərəfdə görünür, qarşı tərəfdən kamera istifadə edilir. Burada da var bizdə deməli kamera, daxili çəkmək üçün. Bir də digər funksiyalar var, hamısını indi göstərəcək deyiləm. Sonradan göstərəcəm hamısını. Yəni abunə olun ki, digər videoları buraxmayasınız. Keçək deməli arxa tərəfə. Bir də onu deyim, şoferin rolu belə, yəni deməli bu ekran belə görünür. Bunu dəyişdirmək olur, onu da göstərəcəm sizə. Rolumuz deməli bizdə multiruldur, Airbox, siqnal belə səs gəlir. Belə bir səs çıxır. Bir də dediyim kimi qalsoy pomoçnik də var bizdə. Ni hao xiaoan. Eşitmədi bizi. Ni hao xiaoan. Xiaoan, da kai chanku. Pəncərələr belə açır. Və edə bilərsiniz. Kuan bi chanku xiaoan. Ni hao deməsən eşitmir də. O minusu odur da. Ni hao xiaoan. Xiaoan, kuan bi chanku. Bütün pəncərələri beləcə bağlayır, yəni. Suni intellektdir də, yəni idarə edə bilərsiniz avtomobili, nəsə deyə bilərsiniz, o həll edəcəkdir. Yəni probleminiz olsa, buna deyin, özü həll edəcəkdir. Bir də mənfi cəhətlərdən biri, yəni hər dəfəsində siz avtomobili sürəndə, deməli xəbərdarlıq təhlükə işarəsində, deməli düyməsinə basmaq istəyəndə, əliniz parkovkaya dəyəcəkdir. Biraz avtomobili sıxır, saxlayır, sonra buraxır. Yəni zaşet işləyir də, yəni saxlamır maşını, amma cıqqıl itəlib saxlayır da. İstəyirsən ki, jorqanını eləyir də. Yəni amma
təhlükə xəbərdarlıq işıqları buradadır. Favorit nitlər və s. oradadır hamısı. İdarə olunmağın hamısını digər videoda göstərəcəm sizə. Abunə olun ki, videolarımızı buraxmayasınız. Keçək arxa tərəfə. Avtomobilimizin arxa tərəfi gördüyünüz kimi, yəni ümumiyyətlə genişdir, yəni rahatdır. Forest Air sistemi də var. Yəni çox rahat avtomobildir də. Qapını örtürsünüz, yəni özünüz eşidirsiniz də səs dəyişikliyi. Burada belə bir podlokotnik var. Podstakanliklərimiz də var içində. Forest Air sistemi də var, yəni dağ havası. Burada belə bir ciblərimiz var, bir də burada belə bir şey var. Bu yəni mənfi cəhət, yəni onu deyim, arxa tərəfdə oturanda kimsə, yəni şofer risk tonunuzu verəndə başınız gəlib bura deyə bilər. Yəni remenizi taxın sürəndə. İşıqlar gördüyümüz kimi yanıb sönür. İndi belə yanıb sönməyəcək. Qabaq tərəfdə sizə göstərmədim, sensorla işləyir. Hə, indi yanıb sönəcək. Bəli, uçqalar belədir. Panoramik trip göstərdiyim kimi çox gözəl görünür. Bir də nə deyim, ayrı yəni məsafə böyükdür. Patologda da çox hündür məsafə var, yəni çox rahat maşındır da, yəni. Problemsiz, yəni bir də onu deyim, səsi görünüşü monopodabliyası görünüşü gözəldir. Qabaq tərəfdə şüşələr 2 qatdır, arxa tərəfdə 1 qatdır. Yəni qapını açsam səsi eşidin də özünüz fərqi. Bir də daxil. Yəni özünüz görürsünüz, hər şey göz qabağındadır. Avtomobili təxmini 1 il işlətmə müddəti ilə, yəni sizə tamamilə deyə bilərəm ki, çox razıyam və sizə tövsiyə edirəm. Çünki heç bir problemi yoxdur. Yəni indiyə kimi ancaq yağını dəyişmişəm və işlənib. Yəni tamamilə razıyam da avtomobildən. Deməli bir də nə deyə bilərəm? Avtomobil 100 kilometrə 5 litr benzin yanır. Əgər elektrik, yəni bateriyamız doldursa 3-4 litr yandırır. Boş isə 5 litr yandırır. Tamamilə razıyam da, yəni avtomobildən bunu deyə bilərəm sizə. Bugünlük videomuz bitir. Çox sağ olun, sonraki izlədiyiniz üçün abunə olmağı unutmayın. Hər kəsə sağ olun.